Salam əziz izləyicilər. Kanalımla bağlı sizə bir məlumat vermək istəyirəm. Mən gördüyünüz kimi qısa videolar çəkirəm, 3 dəqiqədən az olan videolar çəkirəm və bunu niyə belə etməyə məcburam? Baxış sayına görə. Uzun videoları YouTube platforması özü az adam qarşısına çıxarır. Qısa videoları daha çox adamın qarşısına çıxardır ki, daha çox qısa videolara baxasınız və mənim kimi kanal olanlar da qısa videolar çəksin. Ona görə məcburam. Amma qısa videolarda bilgi toplamaq üçün müəyyən bir çətinlik də var da. İnsan istəyir ki, bir videoya baxanda daha çox sualın cavabını öyrənə bilsin. Amma mən suallara vaxtında cavab verirəm, ona görə sual qalanda o qısa videoda nəsə sual çıxırsa qarşınıza, onu yazın, mən tez bir zamanda cavab verəcəm ona. Uzun videolar belədir. Bəzən insan öyrənmək istəyənin özü də çox uzun videoya baxıb vaxt itirmək istəmir. Konkret qısa bir şeylə maraqlanır, bir sualla. Ona görə mən başlıqları da belə verirəm də, bir sual başlığı oxuyanda izləyici başa düşür ki, burada o sualına cavab tapacaq, tapmayacaq. Məhz o qısa videoya baxır və sualına cavab tapır. Deməli, bunun mənfi və müsbət tərəfləri gördüyünüz kimi var. Ona görə mənim arzuladığım nədir? Siz uzun videolara da baxasınız, qısa videolara da baxasınız. Qısa videoya baxdığınız zaman da mənə heç o baxış saatı yazılmır. Yəni onu nəzərə almırlar. Mən də hər ikisindən uzun və qısa videolar yerləşdirirəm. Ona görə lazımdır ki, abunə olasınız. Abunə olasınız. O qısa videolarda sual tapdınızsa cavabını, sualınıza cavab tapdınızsa, tapdınız. Tapmadınızsa o uzun videolara da baxın. Uzun videolarda da axtarın ki, orada bir neçə sualın cavabını mən şərh eləyirəm. İndi bu, məsələn, paltar yuyandır. Kombiyə aid də materiallar verirəm. Pnevmatika deyilən su qızdırıcılarına aid də olur materiallar. Amma bir sizin üçün müsbət ola biləcək bir cəhət var da. Tutaq ki, heç sualınız yoxdur. Arada bir bu və ya digər videonu görürsünüz, müəyyən bir anlayış, bilgi əldə edirsiniz. Və bu bilgilər nə qədər çox olsa, günlərin bir günü bir sualla qarşılaşanda artıq onun cavabını da bilmiş olursunuz. Və yaxud mənə sual yazanda bilginiz var deyə konkret sual yazırsınız ki, hansına görə mən cavab tapa bilirəm, dəyər verə bilirəm də sizə cihazınızın problemi haqqında nədir, bir fikir oyanır məndə və yaxşı, düzgün cavab verə bilirəm. Ona görə abunə olmanızı məsləhət bilirəm. Bu mənə də faydalıdır, sizə də faydalıdır. Sağ olun, sağlıqla qalın. Gələn görüşə qədər.